Möhtərəm Müslüman qardaşlarım, Allah-u Teala'nın bizlərə bəxş etmiş olduğu ən üstün və ən dəyərli nemət iman nemətidir. Bizlər bu nemət sayəsində bu dünyada yaşayarkən əbədi həyata atılacaq addımlarımızı gözəl bir şəkildə atıb əbədi xoşbəxtliyimizi bu dünyada qazanmağa çalışırıq. Unutmamalıyıq ki, bu dünya imtihan dünyasıdır. Biz unutmayaq ki, Allah'tan bir şey istəyərkən xeyir mənasında ilk istədiyimiz yer məhz bu dünyadır. Necə ki, hamımızın əzbərə bildiyi məşhur bir dua var ki, biz onu davamlı olaraq edirik. Rabbena atina fid-dunya hasenə və fil-axirati hasenə. Allahım bizə bu dünyada xeyir ver və axirətdə də xeyir ver. Demək ki, bu dünyada xeyir istəmək Allah'tan lazımdır, qardaşlarım. Allah'a və axirət gününə iman edən bir insanın bu dünya həyatındakı yaşantısı da gözəl olmalıdır, örnək olmalıdır. Digərləri o insana, yəni müsəlman və mömin bir bəndənin həyat tərzinə baxıb ondan ibrət götürməlidir. Xutbənin əvvəlində oxuduğum ayə Allah-u Teala'nın nazil etdiyi ilk ayədir. Hamımızın bildiyi Alaq surəsinin 1-ci və 2-ci ayəsini oxudum. Allahın bizə olan ilk əmri nədir, qardaşlarım? Oxu deyir Allah Subhanahu Teala. Rəsuluna oxu deyə əmr edir. Allah Rasulü sallallahu aleyhi və səlləm 23 illik risaləti dövründə elmə, insanların əl-ələ xüsusda müsəlmanların savadlı olmasına çox böyük dəstək vermişdir. Və indi biz bilirik ki, qarşıdan dərsini başlayır. Gənclərimiz, övladlarımız məktəbə gedəcəklər. Biz iman əhli olaraq onlarla mütləq bir şəkildə övladlarımızla qarşı-qarşıya oturub sahib olduğumuz dinin elmə verdiyi önəm haqqında danışmalıyıq, qardaşlarım. Savadlı bir müsəlmanın bu cəmiyyət üçün nə qədər vacib bir şəxsiyyət olduğunu izah etməliyik. Elmin üstünlüyündən bəhs etməliyik. Quran-ı Kərimdəki bu ayədən başlaya bilərsiniz məsəl üçün. Allah Subhanahu taala nə deyir? Qul həl yəstəvillezine ya'lemune vellezine la ya'lemun. De ki, heç bilənlərlə bilməyənlər bir olarmı? Əlbəttə ki, elm əhlinin, elmlə məşğul olanların üstünlüyü var, qardaşlar. Müsəlman dünyavi və axirətə aid dini və digər elmləri, xarici dilləri öyrənməyə səy göstərməlidir. Necə ki, Rasulullah sallallahu aleyhi ve sellemin səhabəsi bunu edirdi. Açın, bugün digər xalqların və millətlərin bizlərə təqdim etmək istədiyi mədəniyyətlərinin, banilərinin kimliyini araşdırın, xahiş edirəm. Bir də bizim mədəniyyətimizin, bizim xalqımızın kimliyinə baxın. Bütün gözəllikləri bizdən alıblar. Bugün riyaziyyatın, cəbrin, həndəsənin, astronomiyanın, hamısının banilərin kimlər olduğunu bütün dünya yaxşı bilir. Din bizə geridə qalmağı əmr etməyib, qardaşlar. Savadsızlığı əmr etməyib. Oxumağı, təhsilli, elmli, savadlı, mədəniyyətli, əxlaqlı bir cəmiyyətin üzvü olmağı əmr edib. Bugün müsəlmanların içərisində elə insanlar vardır ki, dünyanın aparıcı universitetlərində dərs deyirlər, professordurlar. Niyə bizim övladlarımız onlardan birisi olmasın? Biz bunun üçün çalışmalıyıq, qardaşlar. Oğul və ya qız fərqi yoxdur. Təhsil verməliyik. Onların savadını artırmalıyıq. Onları yaxşı bir şəkildə yetişdirməliyik. Bu önəmli bir məsələdir, qardaşlar. Təhsildən geridə qalmaq İslamda yoxdur. Təhsilin ən üstünü məsələ İslamdadır.
Biz bunun üçün dəstək olmalıyıq. Oxumağa gücü çatmayanlara, maddi imkanı olmayanlara dəstək verməliyik. Bir gəncin, bir uşağımızın, bir qızımızın, bir oğlumuzun, bir övladımızın məktəbə gedib təhsil alması üçün hər birimiz əlimizdən gələn əsirgəməməliyik. Bu bizim içimizdə olan, bu gün bizimlə bərabər çiyin-çiyinə ibadət edən müsəlmanların içərisində biz bilmirik ki, gənclərimiz içərisində gələcəkdə kimlər çıxacaq, kimlər yetişəcək. Amma biz onlara dəstək verib, elmli və savadlı şəkildə inkişaf etmələrinə hər şeyimizi səfərbər etməliyik. Bu Allahın əmridir. Bu Allah Rasulullah s.ə.v-in təşviqidir. Kim nəyə can atırsa, qardaşlar, Allah subhanət hələ ona nəsib eləyir onu. Bu ümmətin oğlanları və qızları fərqi yoxdur. Yetişməli, təhsilli olmalı, savadlı olmalı və həqiqi mənada özlərini yüksək bir səviyyədə, əxlaqi şəkildə, elmi şəkildə inkişaf etdirməlidirlər. Biz də çalışaq ki, böyüklər, valideynlər olaraq onların getdiyi bu yolda onların önünə kölgə salmayaq, qardaşlar. Onların getdiyi yolda onların önünə işıq salaq. Bu yol çətin bir yoldur, elm yolu asan bir yol deyil. Bu yol enişlidir, yoxuşludur. Biz onların yanında olaq axıra kimi. Büdürəyəndə əlindən tutaq, qaldıraq, yoluna davam etməsi üçün dəstəyimizi verək, nəsiyyətimizi verək. Və bununla da açın, geriyə qayıdın, baxın, Allah Resulullah s.ə.v necə bir nəsil yetişdirmişdi, necə savadlı bir nəsil var idi. Və ondan sonra gələn ümmətin də içərisində necə savadlı kişilər çıxıb, necə savadlı qadınlarımız çıxıb, necə alimlərimiz olub. Allah hər birimizə onun dinini gözəl bir şəkildə yaşamağı, savadlı, elmli, elm yolunda çalışan, həqiqi, dürüst bir müsəlman olmağı nəsib eləsin.